Ləvəngi hazırlamaq üçün qaynanamla qərara gəldik ki, qar yağışını izləyə-izləyə o bişirsin, mən də çəkim. İşə toyuğu marinad etməklə başladı. Boş qaba mayonez, turşu, sarı kök, duz və duru yağ əlavə edib yaxşı-yaxşı qarışdırdı. Sonra hazırladığı qarışımı toyuğun həm üzərinə, həm də içərisinə yaydı. Bu marinad ləvənginin əsas dadını və aromatını yaradan möcüzəvi bir qarışımdır. Ardınca toyuğu qazana yerləşdirib ağzını bağladıq ki, 1 saat dincəlsin. Bu vaxt ərzində toyuğun içliyini, yəni ləvəngisini hazırlamağa başladıq. İlk olaraq doğranmış soğanı marlanın içində sıxıb suyunu çıxartdıq. Bu soğanın acılığını azaltmaq, ləvənginin dadını daha incə və xoş etmək üçündür. Daha sonra qaynanam suyunu sıxdığı soğanı başqa bir qaba töküb üzərinə qoz, turşu, pul biber, duz və duru yağ əlavə edərək yenidən qarışdırdı. İçliyi hazır olandan sonra onu toyuğun içərisinə yerləşdirdi. Ləvəngi Azərbaycan mətbəxinin ənənəvi və dəyərli yeməklərindən biridir. Xüsusilə düşünürəm ki, Lənkəranlıların dadlı mirasıdır. İçliyi doldurduqdan sonra toyuğu şüşə qaba yerləşdirdik. Üzərinə bir qədər duru yağ və su əlavə etdik. Sonra öncədən 180 dərəcədə qızdırılmış sobaya qoyaraq 30-35 dəqiqə bişirdik. Və budur, ləvəngimiz hazırdır. Qaynanam ləvəngini soyduqdan sonra içliyini zərifcə yumrulayıb toyuğun yanında servis edir. Yanına əlavə etdiyimiz limon dilimləri isə həm gözəllik, həm də dad üçündür.